İstəyirsiniz ki, sizə bir dərman öyrədim ki, onu mənə Cəbrail öyrədib. Nə üçün öyrədib? Cəbrail o dərmanı mənə öyrədib, tayin ki, mən həkimlərə möhtac olmayım. Dəftərimin yəni hamısına bu dərman eləməyə gücü var. Hədisdən belə çıxır. Ya Resulallah, o hansı dərmandır ki, Cəbrail sənə öyrədib? Siz də onu bizə öyrədin. Deyir, Həzrət buyurdu, xitab elədi, buyurdu, əgər Neysan ayında, Neysan ayının yağışını yığasan bir qaba. Qədim qoyardılar həyətə damlara, qablar qoyardılar ki, Neysan ayı birbaşa yığışdın tökülsün o qabın içinə, birbaşa. Deyir, əgər o bir ayın içində olan yağışın suyundan bir qədər yığasan, indi vacibdir 30 günün hamısı yağış olsa suyun yığasan, bir günü də olsa kifayətli, olsa əgər. Deyir, əgər o suyu yığasan bir yerə, ondan sonra o suya bir neçə dənə surə var, onları oxuyasan. Çətində olsa mümkündür, çox da çətin deyil. Onu da mən deyirəm, indi yadınızda qalsa, istəsöz Neysan hələ qalır da qabaqdadır, gəlir. Fatihə surəsi, Ayətəl Kürsi 2, Kafirun surəsi 3, Ə'la surəsi, Səbbih ismə Rabbikəl Ə'la 4, Fələq surəsi 5, Nas 6, Təvhid 7, Qədr surəsi, İnna ənzəlnahu fi leylətil qədr, bu da neçə oldu? 8 dənə. 7'si surədir, biri də Ayətəl Kürsi Bəqərənin içindədir. Deyir, bunların hər birisini 70 dəfə oxuyasan. 70 dəfə, çətin oldu ya. 70 dəfə bunların hərəsini oxuyasan. Ondan sonra La ilahə illallah, zikrlər də budur. Allahu Ekber 2, Salavat 3, Təsbihat-ı ərbəə. Təsbihat-ı ərbəə, Subhanallah, Elhamdülillah, və la ilahə illallah, və Allahu Ekber. Bunların da hərəsini 70 dəfə oxuyursan və püflüyürsən o suya. O sudan gündə 2 dəfə bir qurti, indi çox olsa da eybi yoxdur, səhərlər ac qarına namazdan sonra, bir də axşam azan vaxtı, təxminən azan vaxtı, 1-2 dəqiqə bir an oyan, o problem deyil. Əgər insan onu istifadə edə, içə, 7 gün, 7 gün, hər gün 2 dəfə, səhərlər, bir də axşamlar. Həzrət buyurur, hər dərdi ki bədənində var, ona o dərdən niyyət edib içəsən, Allah şəfa verər. Əgər Allahın lavhində belə yazılıb ki, bir dərdi sənə mərhəmət eləyə, Allahın dərdi də mərhəmətdir da. Deyir, Allah o dərdi də səndən götürər ki, hələ verməyib. Hətta Peyğəmbər buyurur, əgər evlad istəyənlər bu işi görsələr, Pərverdigar-ı aləm həm evlad verər, həm də istədiyi evladdan verər. Adam var, oğlu var, istəyir bir qızı da ola. Öləndən sonra ağlayacaq mı? Oğlunu ağlamayacaq mı? Adam var, oğlu var, qızı yoxdur, adam var, qızı var, istəyir bir oğlu da olsun. Deyir, onun üçün də Pərverdigar-ı aləm bunu faydalı qərar verir. Şəxsən mən özüm də təcrübə eləmişəm bunu.